Salam hörmətli abituriyentlər. Bugün sizinlə sınaq suallarının izahına baxacağıq və sınaq suallarının hazırlanmasında əməyə keçən müəlliflərə öz təşəkkürümüzü bildiririk. Deməli, birinci sualda bizə deyir ki, dünyanın siyasi xəritəsinin formalaşmasının ən yeni dövründə baş vermiş dəyişikliklər hansılardır? Bir də deyir ki, biz bilirik ki, ümumiyyətlə ən yeni dövr dedikdə söhbət 1-ci Dünya müharibəsindən ta bugünə qədər olan dövrü əhatə edir. Demək, bir də deyir ki, Avropa sivilizasiyası dövlətləri dəniz səyahətləri nəticəsində öz ərazilərini genişləndirmiş və çoxlu müstəmləkələr əldə etmişdir. Biz bilirik ki, bu ən yeni dövrə yox, yeni dövrə aiddir. Yəni, böyük coğrafi kəşflər dövründən söhbət gedir. Bir, aid olmaz. Bu mərhələdə müstəmləkə sistemi dağıldı. Asiya və Afrikanın əksər ölkələri siyasi müstəqilliyi əldə etdi. Tamamilə doğrudur. Bildiyimiz kimi, bu dövrdə müstəmləkələr tamamilə azadlıqlar əldə etmişdir. Yəni, bu tamamilə doğru variant olacaqdır. Daha sonra dünya iri dövlətlər tərəfindən bölüşdürülmüşdür. Bəli, dünyanın yenidən bölüşdürülməsi də bu dövrə, ən yeni dövrə aiddir. Monarxiya dövlət quruluşuna, formasına malik olan dövlətlərin sayının artması əlbəttə ki, bu ola bilməz. SSR, Yugoslaviya və Çexoslovakiyanın yeni müstəqil dövlətlərə parçalanması, bəli, bu da ən yeni dövrə aid olacaq. Latin Amerikası ölkələrində Avropalara məxsus çoxlu müstəmləkə ərazilərin yaranması bu əksinə yeni dövrə aid olacaqdır. Bizə ən yeni dövrə aid olacaq 2, 3 və 5-ci variantlar. Yəni, sualımızın düzgün cavabı B bəndi. Deməli, dünya okeanında iqtisadi zonaya malik olan dövlətləri seçin. Biz bilirik ki, dünya okeanına çıxışı olan ölkələrdə məhəlli sulardan sonra iqtisadi zonalar gəlir. Və məhəlli sular dövlətin ərazisi hesab olunur. Buranın təbii sərvətləri dövlətə məxsusdur. Digər dövlətlər, yəni buradan icazə olmadan gəmi, təyyarə uçuşları həyata keçirə bilməz, kabel, boru çəkilişləri edə bilməz və s. Yəni bu ərazi, məhəlli sular sırf dövlətin qanuni ərazisi hesab olunur. İqtisadi zona isə təbii sərvətlər dövlətə məxsus olsa da, yəni bu dövlətin ərazisi hesab olunmur və buradan hər hansı bir təyyarələr, uçuşlar, gəmi yürüyüşləri və yaxud da kabel çəkilişləri, boru kəmər çəkilişləri digər dövlətlər həyata keçirə bilər. Təbii ki, iqtisadi zonaya malik olan dövlətlər dedikdə biz dünya okeanına çıxışı olan ölkələrə baxmalıyıq. Bir də Əfqanistanın dünya okeanına çıxışı yoxdur. Ona görə biri götürə bilmərik. 2. Fransanın dünya okeanına çıxışı var deyə 2-ni seçirik. 3-cüsü Boliviyanın dünya okeanına çıxışı yoxdur deyə seçə bilmərik. 4-cüsü İsveçrənin dünya okeanına çıxışı yoxdur, seçə bilmərik. 5-ci Rusiyanın dünya okeanına çıxışı var, seçirik. 6-cı Kanadanın dünya okeanına çıxışı var, seçirik. 7-ci Nigerin dünya okeanına çıxışı yoxdur, seçmirik. Nigeriyanın isə dünya okeanına çıxışı var, seçirik. Demək, sualımızın düzgün cavabı 2, 5, 6 və 8 olacaqdır. Deməli, üçüncü sualımızda bizə deyir ki, kəmiyyət və keyfiyyət dəyişiklikləri. Biz bilirik ki, ölkənin ərazisinin artıb azalmasından söhbət gedirsə, bu kəmiyyət dəyişikliklərinə. Lakin xəritədə, yəni gözlə görülə bilən dəyişikliklər kəmiyyət dəyişikliklərinə. Lakin ölkənin iqtisadi cəhətdən inkişafı, partiyalara qoşulması və yaxud da dövlətin idarə etməsinin, inzibati ərazi quruluşunun falan dəyişməsi burada ölkənin hər hansı bir sahəsində artıb azalma olmadığı üçün bu isə keyfiyyət dəyişikliklərinə aiddir. A-da deyir ki, ölkələrin könüllü birləşməsi və parçalanması. Əlbəttə ki, ölkələrin könüllü birləşməsi və parçalanması zamanı onların ərazilərin artıb azalması prosesi baş verə bilər ki, bu əlbəttə ki, kəmiyyət dəyişikliklərinə aiddir. Ona görə A gedəcək 1-ə. Süni adaların yaradılması, əlbəttə ki, burada yenə də ərazidən söhbət gedir, ərazinin artmasından söhbət gedir. B də gedəcək kəmiyyətə. Ölkələrin üzv olduğu iqtisadi birliklər, söhbət iqtisadi birliklərdən gedirsə, əlbəttə ki, bu keyfiyyətdir. Ölkələrin hərbi təşkilatlara, əlbəttə ki, bu da hərbi təşkilatlara qoşulursa, bu da keyfiyyətdir. Ölkə iqtisadiyyatının sahələri arasında sənayinin rolunu atması, yenə də bu keyfiyyətdir. Ölkələrin sərhədlərinin dəyişməsi, yəni gördüyünüz kimi yenə də burada ərazinin artıb azalma prosesi var deyə, bu da kəmiyyətə aid olacaq. Ona görə 1-ə A, B, F, 2-ə isə C, D və Y olacaqdır. Demək, 4-cü sualda deyir ki, bizə federativ monarxiya dövlətlərini seçin. Biz bilirik ki, Almaniya federativdir, amma monarxiya deyil. A bəndi getdi. B bəndində Malayziya həm monarxiyadır, həm federativdir, doğru cavabdır. Birləşmiş Ərəb Əmirlikləri həm monarxiyadır, həm federativdir, doğru cavabdır.
İspaniya. Düzdür. Nəzərinizə çatdırım ki, İspaniya artıq federativ yox, unitar. Lakin test hazırlanan zaman köhnə mənbələrə istinad olunduğu üçün burada federativ kimi qəbul olunub İspaniya. Rusiya isə biz bilirik ki, unitardır. Yəni daha doğrusu federativdir, lakin respublikadır. Daha sonra biz C bəndinə baxsaq, Birləşmiş Ərəb Əmirliyi həm federativdir, həm də monarxiyadır. Xorvatiya isə həm unitar, həm də respublikadır, olmaz. D bəndinə baxsaq, bəli, İspaniya federativ və monarxiya, Birləşmiş Ərəb Əmirliyi federativ və monarxiya, Malayziya federativ və deməli monarxiya, Belçikada federativ və monarxiya olacaqdır. Ona görə sualımızın düzgün cavabı D bəndi. E bəndində yenə də Rusiya olmaz, əlbəttə ki, unitardır. Üzr istəyirəm, daha doğrusu respublikadır. Demarkasiya xətti nədir? Demarkasiya xətti əlbəttə ki, dövlətlər arasında mübahisələr həll olunana qədər razılaşdırılmış müvəqqəti sərhədlərdir. 6-cı suala baxaq. 6-cı suala ehtiyac yoxdur. 7-ci sualımıza baxırıq. Xəritə sxemə əsasən konstitusiyalı monarxiya ölkələrini müəyyən edin. Biz bilirik ki, 1 rəqəmi ilə göstərilib Venezuela, 2 rəqəmi ilə göstərilib Norveç, 3 rəqəmi ilə göstərilib Mərakeş, 4 rəqəmi ilə göstərilib Car, 5 rəqəmi ilə göstərilib Pakistan, 6 rəqəmi ilə göstərilib Yaponiya. Uşaqlar, biz bilirik ki, Norveç, bəli, konstitusiyalı monarxiya ölkəsidir. 2-ni seçəcəyik. Mərakeş, o da konstitusiyalı monarxiya ölkəsidir. 3-ü seçəcəyik. Car monarxiya deyil. Daha sonra 5 rəqəmi ilə Pakistan monarxiya deyil. 6 rəqəmi ilə göstərilən Yaponiya isə monarxiyadır. Ona görə sualımızın düzgün cavabı 2, 3 və 6 olacaqdır. Deyir ki, ölkənin geosiyasi mövqeyinə təsir edən əsas amillərə əlbəttə ki, biz bilirik ki, ümumidaxili məhsulun həcmi aiddir. Vətəndaşların sağlamlığı ikinci dərəcəli amillərə aiddir. Hərbi büdcə və nüvə potensialı, bəli, bu da əsas amildir. Relyefə və faydalı qazıntılara aid deyil. Ölkə daxili sabitlik ikinci dərəcəli amildir. İnzibati ərazi quruluşu aid deyil. Təbii resursların həcmi əsas amillərə aiddir. Siyasi təsir dairəsi isə ikinci dərəcəli amillərə aiddir. Deməli, sualımızın düzgün cavabı 1, 3 və 7 olacaqdır. 9. Materik daxili mövqeyə malik olan, lakin əlverişli geosiyasi mövqeyi və yüksək inkişafı ilə fərqlənən ölkələri müəyyən edin. Təbii ki, bu Avropada yerləşən inkişaf səviyyəsi daha yaxşı olan ölkələrdən gedəcək. A bəndində Nepalın materik daxili ölkədir. Amma hər hansı bir inkişafı yoxdur. Yəni inkişafı ilə fərqlənmir. Ona görə A bəndi yanlışdır. B bəndi İsveçrə, Avstriya, bunlar hər ikisi materik daxili ölkədir və inkişaf etmiş ölkələrdir. Amma Sloveniya materik daxili ölkə deyil. C bəndində Estoniya materik daxili ölkə deyil. Y bəndində Avstriya, Çexiya, İsveçrə. Bunların üçü də materik daxili ölkədir. Avstriya ilə İsveçrə inkişaf eləmiş ölkədir. Çexiyanın inkişaf səviyyəsi normaldır. Ona görə D bəndi doğru cavab olacaq. Aha, 10-cu sualımıza baxaq. Deyir ki, siyasi xəritənin formalaşmasında qədim dövr. Karfagen dövlətinin yaranması ola bilər. Bu qədim dövrə düşür. Bilir ki, qədim dövr bizim eranın 5-ci əsrinə qədər davam edir. Biri seçək. Birinci Dünya müharibəsinin başlanması bu ən yeni dövrə aiddir. Feodal dövlətlər üstünlük təşkil edir. Bu orta əsrlər dövrünə aiddir. Avropa və Şərq sivilizasiyasında ilk quldar dövlətlərin yaranması, bəli, quldar dövlətlər, bu da qədim dövrə aiddir. 5-15-ci əsrləri əhatə edən isə orta əsrlər dövrüdür. Demək, qədim dövrə aid olacaq 1 və 4, yəni Y variantı. 11-ci suala baxaq. Azərbaycan Respublikasının iqtisadi coğrafi mövqeyinə aid olan düzgün əlamətləri seçin. Demək, həmsərhəd olduğu dövlətlər təbii sərvətlərlə zəif təmin olunur. Biz bunu hamısına aid edə bilmərik. Məsələn, Rusiyanın kifayət qədər çox təbii sərvəti var. Avropanın Asiya ilə birləşdirən dəniz yolları. Xeyr, ümumiyyətlə Azərbaycanın dünya okeanına çıxışı yoxdur. Türk dilli dövlətlər arasında əlaqələndirici mövqeyə malikdir. Bu ola bilər, düzdür.
Türk dili dövlətləri əsasən quru sərhədinə yalnız Türkiyə ilə quru sərhədi var. Qazaxıstanla və Türkmənistanla isə su sərhədi var. Yəni əsasən quru sərhədi əlbəttə ki düz olmaz. Dünya okeanına çıxışı yoxdur. Bəli, biz bilirik ki, dünya okeanına çıxışı yoxdur. Ərazisindən Avropa ilə Asiya ilə birləşdirən ticarət yolları keçir. Bu tamamilə doğrudur. Ona görə sualımızın düzgün cavabı 3, 5 və 6 olacaqdır. Məhəlli suları iqtisadi sulardan fərqləndirən əlamət, bayaq bu haqda biz məlumat verdik. Ancaq dənizləri əhatə edir. Yəni bu fərqləndirən əlamət deyil. Yəni təkcə dəniz yox, okean ərazisində təbii ki əhatə edə bilər. Ancaq təbii sərvətlərin sahil dövlətinə mənsub olması hər ikisində təbii sərvətlər yəni dövlətə məxsusdur. Digər dövlətlərin daha sərbəst hərəkət hüququna malik olması bu iqtisadi zonaya aiddir. Məhəlli sulara aid deyil. Təbii sərvətlərdən istifadə hüququnun olmaması xeyr. Hər ikisində təbii sərvətlərdən istifadə hüququ var. Dövlət ərazisinə aid olması bəli, məhəlli sular dövlət ərazisi hesab edilir. Ona görə bu fərqli cəhətdir. 13-cü sualımıza baxaq. Sinqapur dövlətinin ərazisi əvvəllər 705 kvadrat kilometr olmuşdur. Bu dövlət öz ərazisini dənizlərin qurudulması hesabına 2% böyüdərsə hazırda nə qədər olar? Təbii ki 705 idi. Üzərinə gələ 705-in 2%. Buna yazaraq 705 üstə gəlinsin. Deməli 0,1 yadda 1, 1510, bunu da 100'ə bölsək. Daha doğrusu 1410, bu derece 719,1 kvadrat kilometr. Deməli sahəsini artırarak 719,1 kvadrat kilometrə çatdıra bilər. Aha, deməli, xəritə sxemində bizi göstərir ki, Baltik yanı ölkələrdir. Latviya, Litva, Estoniya, həmçinin Ukrayna və Özbəkistan ərazisi bizə göstərilib. Deyir, eyni materik daxilində yerləşirlər. Doğrudur. Okeana çıxışı olmayan ölkələrdir. Xeyr, burada bir dənə Özbəkistanın dünya okeana çıxışı yoxdur. BMT-nin üzvləridir. Əlbəttə ki, SSR-nin parçalanmasından sonra müstəqillik əldə ediblər. Tamamilə doğrudur. Hamısı MDB-nin üzvü deyil. Federativ inzibati ərazinin quruluşuna malikdirlər. Bu da tamamilə yanlışdır. Ona görə doğru cavablar 1, 3 və 4 olacaqdır. Demək 15-ci suala deyir ki, Asiya qitəsində yerləşən materik daxili ada və yarımada mövqeyinə malik olan ölkələri müvafiq olaraq göstərin. Demək Asiyada yerləşsin. Birincisi materik daxili olmalıdır. İkinci ölkə ada olsun. Üçüncü yarımada olsun. A bəndə Pakistan olmaz. Getdi. B bəndə Özbəkistan materik daxilidir. Bu uyğun gəlir. Filippin ada ölkəsidir. Bu uyğun gəlir. Tayland da əlbəttə ki Hindçin yarımadasında yerləşir. Bu da uyğun gəlir. Ona görə sualımızın düzgün cavabı B bəndi. Sonra da ki separatizm siyasətinin mahiyyəti separatizm ölkələri müxtəlif hissələrə ayırmaq və yəni dövlətlərin parçalanmasına gətirmək, müxtəlif xalqların öz müstəqillik istəməsi və dövləti müxtəlif hissələrə parçalamaq istəmək niyyəti. Yəni bu separatizmdir. Yəni düzgün cavab Y bəndi olacaq. 17-yə baxırıq. Dövlət müəyyən sərhəd daxilində bir və ya bir neçə millətin yaratdığı siyasi varlıqdır. Tamamilə doğrudur. Mütləq monarxiya idarəetmə formasına malik ölkələrdə idarəetmə qanunları parlament tərəfindən yox, monarx tərəfindən müəyyən olunur. Yanlışdır. Əhali sayının çox və ya az olmasının dövlətin mövcudluğuna çox da böyük təsiri yoxdur. Çox böyük təsiri vardır yazmağın bu səhvdir. Çox da böyük təsiri yoxdur. Çünki elə ölkələr var ki, əhalinin sayı çox azdır, elə ölkədə var ki, yəni əhalisinin sayı həddindən artıq çoxdur. Yəni bunun dövlətin mövcudluğuna bir aidiyyəti yoxdur. Unitar dövlətlərdə inzibati ərazi vahidləri siyasi müstəqilliyə, yəni özünü idarə etmə hüquqlarına malik deyil. Tamamilə doğrudur. Yəni dövlət bir mərkəzdən idarə olunur. Rusiya, Niger, Hindistan kimi federativ dövlətlərdə ərazi vahidləri milli etnik əlamətlərə görə qurulur. Tamamilə doğrudur. İqtisadi coğrafi mövqe ölkə dövlət arasında bu siyasi münasibətlər siyasi coğrafi mövqeyə aiddir. Ona görə düzgün cavab 1, 4 və 5 olacaqdır. Biz bilirik ki, iqtisadi zona 200 milədək davam edir. Ona görə düzgün cavab B bəndi. Bizdən sosialist ölkələri istəyir. Biz buradan seçə bilərik. Deməli 4 rəqəmi ilə göstərilən Çini, 6 rəqəmi ilə göstərilən Vyetnamı,
5 rəqəmi ilə göstərilən Kubanı. Yəni 4, 5 və 6. 20-ci sualımıza baxaq. Böyük Britaniyanın mezo mövqeyi. Mezo mövqeyi dedikdə biz bilirik ki, ölkənin mikro, mezo və mega mövqeyi mövcuddur. Mikro mövqeyi dedikdə əlbəttə ki, ölkənin sərhəd olduğu ölkələrə nəzərən mövqeyidir. Mezo mövqeyi dedikdə regional ölkələrə nisbətən yerləşməsi mövqeyidir. Və bir də ki, makro mövqeyi isə dünyaya nəzərən mövqeyidir. İndi biz gəlin diqqətlə baxaq. Bizə mezo deyirsə, söhbət biz regiona baxmalıyıq. Region dedikdə təbii ki, Böyük Britaniya Qərbi Avropa regionunda yerləşir. Burada da düzgün cavab Y-bəndir. Qərbi Avropada iqtisadi və siyasi gücünə görə seçilir. Növbəti sualımıza baxaq. Demək bizə deyir ki, SSR-nin parçalanmasından sonra MDB-də birləşən dövlətlər deməli, SSR-nin parçalanmasından sonra MDB-də birləşən dövlətlərə diqqət etirsək, biz bilirik ki, Estoniya MDB-nin üzvü, yəni MDB üzvü deyil, ona görə Estoniya olmaz. Bildiyimiz kimi Belarus bəli, MDB-nin üzvüdür, ona görə 2 seçirik. Qazaxıstan da MDB-nin üzvü hesab olunur, ona görə 3-ü də seçirik. Gürcüstan MDB-dən yəni çıxmışdır, ona görə biz hal-hazırda Gürcüstanı MDB üzvü kimi götürə bilmərik. Rusiya əlbəttə ki, MDB-nin üzvüdür, ona görə 5-i də götürəcəyik. Latviya isə MDB-nin üzvü əlbəttə ki, deyil, ona görə 6-nı götürə bilmərik. Deməli, buradan düzgün cavabımız hansı olacaq? Belarus, Qazaxıstan və Rusiya. Sonra 22 lazımdır. 23-cü suala baxaq. Afrika materikinin dünya okeanına birbaşa çıxışı olmayan ölkələri. Əlbəttə ki, Nigeriyanın dünya okeanına çıxışı var. Kamerunun, Angolanın dünya okeanına çıxışı var. Demək, burada cavabı nə ola bilər? Efiopiya, Niger və Zambiya. Bunların heç birinin dünya okeanına çıxışı yoxdur. 24-cü sualımıza baxaq. Deməli, Danimarka bəli, idarə etməsinə görə monarxiyadır, inzibati ərazi quruluşu unitardır və Qərbi Avropa regionunda yerləşdirilir. Bir doğru cavabdır, B bəndi. Növbəti sualımıza baxaq. Deməli, bildiyimiz kimi Danimarka yerləşir Jutland yarımadasında, 1-ə C, Meksika Kaliforniya yarımadasına düşür, 2-yə A, Kanada Newfoundland adasına düşür, B bəndi, demək, Newfoundland Kanadaya aid olacaq. 4-də Norveçə isə Spitsbergen adası aid olacaqdır. Deməli, 1-ə C, 2-ə A, 3-ə B, 4-də D. Yəni, sualımızın düzgün cavabı D bəndi olacaqdır.